zikr eləyək. Allahümmə salli alə Muhammed və Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vel akibetu littaqva vel yakin. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina ve tabibi kulubina ve şefi'i zunubina Abil Kasimi Mustafa Muhammed. Allahümme salli ala Muhammed ve Muhammed. وعلى أهل بيته الطيبين الطاهرين سيما الحجة بقية الله في الأراضين ولعن على أعدائهم أجمعين من الآن إلى يوم الدين. أما بعد قال الله الحكيم في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي صدق الله العلي العظيم. Esselamu alel Hüseyin ve ala Ali ibn Hüseyin ve ala evladil Hüseyin ve ala ashabil Hüseyin ve ala şiatil Hüseyin ve ala zuvvaril Hüseyin. Allah'ın salamı olsun siz əzizlərin üzərinə. Allah'ın salamı olsun Əbu Abdillah İmam Hüseyin aleyhisselamın üzərinə. Onun atasının, anasının, cəddinin, balalarının, əshabının, tərəfdarlarının üzərinə. Allah Teala bu günlərin xeyrindən, bərəkətindən nəsibimizi artıq eləsin. Allah Teala bu məclislərdən inşallah ki bizləri əli boş yola salmasın. Cümə günü dünənləri ikinci xütbədə ilə İmam Hüseyin aleyhisselamla seçimdən danışdıq. Dedik ki bu 10 günlər çox mühüm olan günlərdir. Bu 10 günlükdə insanlar çalışmalıdırlar ki İmam Hüseyin aleyhisselamın təziyyəsində iştirak eləsinlər. İmam Hüseyin aleyhisselama əza saxlasınlar. Və söhbətimizin əvvəlində 2 gecə söhbət elədik. Bugün 3-cü gecədir. Dedik ki, Kərbəlada olan dərslər haqqında danışacağıq. Quran-ı Kərimin Yunus surəsində bir ayə var. Allah Teala buyurur ki, Ya eyyuhannas, ey insanlar, şübhəsiz ki, Rəbbiniz tərəfindən sizin üçün bir öyüd nəsihət, yəni başdan başa öyüd nəsihət olan bir kitab, Quran-ı Kərimi nəzərdə tutur Allah Teala. Sinələrdə olan üçün bir şəfa və möminlər üçün bir hidayət və mərhəmət gəlmişdir. Sinələrdə olan bundan da məqsəd budur ki, yəni xarab əqidələr və rəzil sifətlər üçün. Eyni zamanda möminlər üçün bir hidayət və mərhəmət gəlmişdir. Allah Teala bu ayədə Quran-ı Kərimi insanlar üçün moizə olaraq göndərilməsini qeyd edir. Deyir ki, Quran-ı Kərim sizin üçün öyüd nəsihət, moizə üçün göndərilib. Həmçinin insanların qəlblərinin və dərdlərinin şəfası Allah Teala deyir ki, bu kitabdadır, bu göndərdiyimizdədir. Həm sizin üçün moizədir, həm də ki, sizin sinələrinizdə o xarab əqidələr ki var, rəzil sifətlər ki sizdə yaranır, onları aradan qaldırmaqdan ötürü Allah Teala bu kitabı sizə nazil elədi, sizin üçün göndərdi. Sonra buyurur ki, möminlər üçün də bu kitab bir hidayət və mərhəmət vasitəsidir. Ümumiyyətlə, Qur'anın bir neçə adı var. Onlardan biri də moizədir. Məsəl üçün, kitab, zikir, furqan, Qur'an. Bu, Qur'an-ı Kərimin adlarıdır. Bir adı da moizədir. Bu ayə insanlara başa salır ki, bütün dərdlərin dərmanı məhz elə Qur'andadır. Burada bir incəlik var. O incəliyə toxunmaq istəyirəm. O da bundan ibarətdir ki, ümumiyyətlə insanlar bir baxımdan 3 dəstəyə ayrılırlar. Birinci dəstə insanlar alimlərdir, təhsil və bilik sahibləridir. İkinci dəstə insanlar ümumi cəmaatdır. Üçüncü dəstə olan insanlar isə müxaliflərdir.
üçüncü dəstədən olan insanlar, yəni müxaliflər deyəndə, o müxaliflərin içərisində kafirlər, münafiqlər və s. və ilaxır insanlar o üçüncü dəstənin içində gedir. Allah Teala öz Peyğəmbərinə bu üç dəstə insanla necə danışmalıdır, onu öyrədir. Buyurur ki, Udu ilə sabili Rabbika bil hikmətil vəl mau'izatil həsənə və cadilhum billati hiyə əhsənu İnne rabbeke huve a'lemu bimen dalla an sabili ve huve a'lemu bil muhtedin. Allah Teala buyurur ki, Rabbinin yoluna hikmətli, məntiq, qane edən dəlillər və gözəl, oyadıcı, ibrətamiz nəsihətlə dəvət elə. Və onlarla, yəni müxaliflərlə ən gözəl tərzdə mübahisə elə. Sənin vəzifən budur ki, bundan ibarətdir. Onlara gələndə isə əlbəttə sənin Rəbbin özü onun yolundan azanları da yaxşı tanıyır və doğru yolda olanları da daha yaxşı bilir. Bilir ki, kim yolun azmışdır və eyni zamanda bilir ki, kim düzgün yoldadır. Allah Teala bu mübarək ayədə Peyğəmbərə həmin üç dəstə ki saydıq, alimlər, bilik, təhsil əhli, ümumi cəmaat və müxaliflər, münafiqlər, kafirlər və s. və ilaxır Peyğəmbərə onlarla necə davranmalıdır, necə ünsiyyət qurmalıdır, onu öyrədir. Deyir ki, hər bir dəstənin öz dili var. Öz dilində danışmağı sənə tövsiyə edirəm ki, necə danışacaqsan. Çünki onların hərəsinin öz düşüncəsi var, onların öz təfəkkür tərzi var, özünə məxsus səviyyələri var. Bu ayə həmin o üç qisim insanların hər biri ilə danışıb söhbət etməyi və onları Allah yoluna necə dəvət etməlisən, onu öyrədir Peyğəmbərə. Deyir ki, alimlərlə danışanda hikmətlə danışmaq lazımdır. Hikmətlə danış deyir, hikmətlə danış deyərkən qeyd olunmur ki, yaxşı hikmətlə. Çünki hikmətin özü elə özlüyündə yaxşıdır. Məsəl üçün bir dənə misal çəkək buna. Deyir ki, su hər yer harda varsa, ora yaşdır. Demək olar ki, su bir yerə tökülüb, dağılıb, amma ora yaş deyil, yox. Deyir, hikmət də harda varsa, o öz-özlüyündə yaxşıdır. Yəni orada demir, yaxşı hikmətlə. Deyir, elə hikmətlə danış. Çünki hikmət öz-özlüyündə çox yaxşı bir işdir. Yaxşı bir məsələdir. İkinci qism insanlarla ki, ümumi cəmaatdır. Ümumi cəmaatla deyir, danışanda da gözəl danış. Gözəl şəkildə moizə elə. Gözəl onları haqqa dəvət elə. Necə dəvət elə? Yəni, dediklərinlə əməl elədiklərin üst-üstə düşsün. Gözəl şəkildə moizə elə, bu o mənadadır. Yaxşı yola dəvət elə. Dildə çox danışmaqla deyir, iş düzəlmir. Gərək danışan öz əməllərində də onu göstərsin ki, insanlara ən çox nəzəriyyədən çox praktika təsir qoyur. Necə ki, İmam Hüseyn əleyhissalam Kərbəlada həm xütbə eləyirdi, moizə eləyirdi, eyni zamanda yeri düşdükcə göstərirdi. Ki, dünən dedik, 6 aylıq uşağı gətirdi orada. İnsanlara təsir eləməyə çalışırdı. Çünki praktikanın insana təsiri daha çoxdur. Sonra buyurur ki, üçüncü qism insanlar ki, müxaliflərdir. Birincilərlə hikmətlə danışacaqsan. İkincilərlə gözəl danışacaqsan. Deyir, üçüncülərlə daha gözəl şəkildə danış. Onlar ki, münafiqdilər, onlar ki, kafirdirlər. Daha demək ki, sən kafirsən, nə yeri gedişində, vurub öldürmə onu. Sən münafiqsən. Yox, deyir, daha gözəl şəkildə onlarla. Nə? Deyir, dəlillərlə, sübutlarla, höccətlə, elmlə onların qabağına çıx. Məsəl üçün, bir stəkan sudur, götürürsən ona bir qaşıq şəkər tozu əlavə eləyirsən, nisbətən şirin olur. Əgər o suyun özlüyündə şor və yaxud da acı su olsa, bir qaşıq şəkər tozu onu şirin eləməyə bəs eləməyəcək. Gərək onun 2, 3, 4 qatını tökəsən ki, o su dönsün olsun şirin su.
Deyir, bu münafiqdir, kafirdir, digər o dəstədən olan insanlardır. Onunla deyir, o suyun şirinliyi necə artırmaqdan ötürü 3 qat, 4 qat şəkər tozunu əlavə eləyirsən, gərək bunlarla da o şirinliyi bir qədər çoxaldasan. Daha, belə deyək, dəlillə, sübutla başlayasan danışmağa ki, mən demirəm, amma Quran deyir bunu. Deyir ki, onlarla elə danışmalısan, ya Resulallah ki, onları cəlb eləyə biləsən, onları çəkəsən. Ustadlardan biri var idi, deyir, mənim deyir, müəllimlərimdən biri bir gün deyir, bizə belə bir söhbət elədi. Dedi ki, mən öz ustadıma dedim, dedi ki, kitabda oxumuşam ki, bir gün Həzrət Əleyhissalam Əbazərə deyir ki, ey Əbazər, mənə moizə elə. Bu söz mənə çox qəribə gəldi. Qəribəliyi bunda idi ki, Əleyhissalam kimi alim, hikmət sahibi olan bir şəxsiyyət Əbu Zərə deyir ki, mənə moizə elə. Əgər deyir, Salman Farsiyə desəydi, Salmana desəydi, bir o qədər də təəccüblənməzdi. Çünki o Əbu Zərdən daha elmli idi, daha hikmət dolu insan idi, belə deyək. Görəsən, bunun səbəbi nədir? Niyə görə Həzrət Əleyhissalam Əbu Zərə deyir ki, mənə moizə elə? Var idi axı, Peyğəmbərdə də var idi. Hətta haradaydı bir yerdə, deyir ki, 3 cümə moizə, nəsihət önəmli məsələlərdən biridir. Deyir, biri, təbii ki, işi yoxdursa, məcbur, elə yer var ki, çıxa bilmir, müəyyən məsələlər var. 3 cümə gəlməsə, daha ona salam da verməyən. Çünki moizə eşitmək, Həzrət Peyğəmbər özü, məsələn, deyir, izni, mənə moizə edin. Elə ki, Qur'an-ı Kərim nazil oldu, İbn-i Məsud ki, mənə Qur'an oxuyur. Çünki deyir, Qur'an özü moizədir. Qur'an özü moizədir. Deyir, ustadım deyir, mənə belə bir cavab verdi ki, bütün bədən üzvlərinin, hərəsinin özünə məxsus zikri və ibadəti var. Məsələn, deyir, dilin ibadəti haqq söz deməkdir. Dilin ibadəti haqq söz deməkdir. Gözün ibadəti haqqa baxmaqdır. Qulağın ibadəti haqq söz eşitməkdir. Hər bədən üzvünün özünün bir ibadət növü var, ibadəti var. Deyir, əgər göz halal baxırsa, deməli ibadət eləyir. Həmçinin qulağın da ibadət eləməsi haqq söz eşitməsindədir. Deyir, Həzrət Əleyhissalam özü alim və hikmət sahibidir. Belə ki, məsəl üçün, özü buyururdu ki, mən göyün yolların yeni yollarından daha yaxşı tanıyıram. Sonra deyirdi ki, əgər Allah göyün bütün pərdələrini kənara çəksə, mənim imanımın və elmimin üzərinə zərrə qədər nəsə gəlməz, nəsədirsə oradan azalmaz. Heç bir şey təsir qoymaz mənə. Çünki hamısını bilirdi. Həmçinin özü də həmişə haqq söz danışardı. Həm haqqı bilirdi, həm də haqqı deyirdi. Lakin istəyirdi ki, qulağı da haqq söz eşidib ibadətdə olsun. Bunun mənası bundan ibarət idi. Odur ki, Allah Teala Qur'anda insanları bir-birini haqqa dəvət eləməyə səsləyir. Deyir, insanlar biri-birinizi moizə eləyin, biri-birinizi öyüd nəsihət eləyin. Öyüd nəsihət daha o cür yox, ha. Məsəl üçün, biri cəmaatın yanında birini daha təhqir eləyəsə, elə yox. Məsəl üçün, ola bilər, mömin qardaşımın, möminin güzgüsüdür. Biz bəzən müəyyən məsələləri səhv başa düşürük də. Olmazın sözünü deyirik, ona deyirik ki, moizə eləyirəm də onu belə hidayət eləmək. Deyir, yox, o sən onu şəxsiyyətin aşağı salırsan artıq insanlar arasında. Moizə odur ki, ola bilər bir əgər işi olsun, təklikdə ona deyəsən, o da qəbul eləsin onu. O elə deyir ki, bir-birinizi haqqa dəvət eləyin, bir-birinizə moizə eləyin, bir-birinizi haqqa dəvət eləməklə bir-birinizin eyiblərini örtərək bir-birinizi Allaha tərəf çağırın. Və deyir, biri alimdirsə, ziyalıdırsa, o da bu işdə əsas olan fiqurlardan biridir. Yəni, o daha çox insanları dəvət eləməlidir. İnsanlar bir-birinə nəsihət etməlidir, yaxşı işləri bir-birinə təşviq eləməlidir. Və bu cür insanlar var ki, moizə istəyirdilər. Həzrət Peyğəmbər, Həzrət Əleyhissalam necə moizə istəyirdi, indi də var. Məsələn, insanlar var, ziyarətə gedir, bir alimlə görüşür, deyir ki, mənə öyüd nəsihət ver. Bu, yaxşı əməldir, yaxşı işdir. Hədislərdə var ki,
Ömər ibn Xəttab Həzrət Əli Aleyhisselama deyir ki, ya Əbəl Həsən, mənə mövzə et. Həzrət Əli Aleyhisselam da deyir, ona buyurdu ki, öz yəqinivi şəkkə çevirmə. Bir şeydə ki, yəqinsən, onu şəklə bərbad eləmə. Öz yəqinivi şəkkə çevirmə. Çatdığın, yələndiyin elmi cəhalətə çevirmə. Bir elmə çatmısan, onu cəhalətə çevirmə. Necə? Öz elminə əməldə cahil olan insanlar kimi. Bilir, amma elə hərəkət edir ki, cahillərə yaraşan hərəkət. Öz elminə əməl eləmir. Həmçinin bir şeyi bilmirsənsə, özünü bilənlər kimi göstərmə. Harun Ər-Rəşid İmam Musa Kazım əleyhissalama deyir. Deyir ki, mənə bir dənə moizə nəsihət elə. İmam deyir, bir dənə cümlə yazır, göndərir ona. Deyir ki, bağışlayan və mehriban Allahın adı ilə gözünlə gördüyün hər bir şey sənin üçün öyüd və nəsihətdir, moizədir. Nə görürsənsə, elə bax ətrafına, hər şey sənin üçün öyüd nəsihətdir, moizədir. Ona görə də Allah Teala insanlar üçün hər bir şeydə moizə qərar verir. İnsan öz atasına baxsın, insan öz babasına baxsın, baxıb düşünsün. Bu onun üçün moizədir. Ki, bunlar gənc idilər, cavan idilər, hardan, hara gəldilər, necə oldu? Yerə baxsın, göyə baxsın, dağa baxsın, daşa baxsın. Hər şeyə baxıb azacıq düşünmək insan üçün moizədir. Odur ki, Allah Teala buyurur ki, insan üçün ən gözəl moizə və nəsihət Qur'andır. Ya eyyuhən-nas, qad ca'atkum mau'izatun min rabbikum və şifa'un lima fis-sudur və hudan və rahmetun lil-mu'minin. Ey insanlar, şübhəsiz Rəbbiniz tərəfindən sizin üçün bir öyüd nəsihət, sinələrdə olan üçün bir şəfa və möminlər üçün bir hidayət və mərhəmət gəlmişdir. Həzrət Aleyhisselam buyurur ki, Qur'an sizdən əvvəlkilər barədə xəbər verir və sizin aranızda hökm eləyir. Həmçinin sizdən sonra baş verəcək hadisələri də xəbər verir. Yəni, Qur'anın işi budur. İkinci nədir? Birinci moizə Qur'andır. İkinci deyir, moizə ölümü xatırlamaqdır. Ölüm də moizədir insanlar üçün. Qur'andan sonra ən gözəl moizələrdən biri ölümdür. İnsan hər an ölümü yad edib xatırlayarsa, bu onun üçün ən gözəl moizələrdəndir. Həzrət Peyğəmbər buyurur ki, kəfə bil maut va'idə. Ölümü xatırlamaq moizə üçün kifayətdir. Nəsihət üçün kifayətdir. Odur ki, hədislərdə tövsiyə olunub ki, dünyasını dəyişmiş insanın dəfnində iştirak ediyor. Müstəhəbdir dəfnində iştirak eləmək. Sonra, bir meyti kəfənə bükərkən baxmaq moizədir. Dəfnində iştirak eləmək. Çünki bu işlər insanı fikirləşdirir və həqiqətin nə olduğunu başa salır. Buna əsasən də ölüm insan üçün çox böyük moizədir. Allah Teala İsa Peyğəmbərə moizə eləyir. Buyurur ki, Ya İsa və izə dəhikəl battalun fəqum alə qubur əmvat və nadihum bis-savt ər-rafi' ləalləkə təxuz mauizətəkə minhum. Deyir, gördün ki, insanlar, ya İsa, elə ki gördün, cəmaat əyləşib, batil-batil sözlər danışıb, gülürlər, sən onlarla bir yerdə oturma, qalx. Fəqum, qalx, dur, get qəbristanlığa və ölüləri uca səslə. Bəlkə onlardan moizə və nəsihət götürərsən. Həzrət Əleyhisselam deyir ki, gedərdi qəbristanlığa. Bir gün səhabələrlə gedirlər, qəbristanlığın yanından keçəndə qil, nadi, əmiril müminin əhləl qubur minəl müminin vəl-müminat fəqal əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu. Qəbristanlığın yanından keçəndə dedi ki, əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu. Orada dayananlar ölülərin həzrətə deyib cavab vermə səsini eşitdilər. Dedilər ki, və aleykuməssalam və rəhmətullahi və bərəkatuhu. Ya əmirəl müminin. Deyir, sonra Həzrət Əleyhisselam buyurdu, mən burada olan məsələləri xəbər verim sizə, deyim sizə, yoxsa siz orada olanları bizə xəbər verirsiniz. Diyaloq gedir. Ölülərlə Həzrət Əli arasında.
Bunlar da eşidirlər. Deyim, mən xəbər verim, yoxsa siz deyirsiniz orada baş verənlər haqqında? Deyir, onlar dedilər, ya əmir əl-müminin, orada olan xəbərləri sən bizə dinən. Həzrət buyurdu ki, sizdən sonra həyat yoldaşlarınız ailə həyatı qurdular. Yığdığınız mal dövlətinizi vərəsələriniz öz aralarında bölüb dağıtdılar. Övladlarınız sahibsiz qalıb yetimlərə qoşuldular. Özünüz üçün tikdiyiniz evlərinizdə indi düşmənləriniz məskən salıb. Danışır, deyir. Buradan sizə satacaq xəbərlər bu qədər. Bəs oradan nə xəbər var? Bir səs gəldi. Ya Əli, bizi bura qoyub gedəndən sonra kəfənlərimiz bədənlərimizdə çürüdü. Başımızın, bədənimizin tüklərinin hamısı töküldü. Deyirlər. Nə olacaq qəbir həyatında deyirlər. Dərimiz parça-parça olub dağıldı. Gözlərimiz üzümüzdən axıb yerə töküldü. Başımızın içindəkilər beynimiz su olub ağzımızdan, burnumuzdan gəldi. Özümüzdən qabaq göndərdiklərimizin hamısını burada gördük. Etdiyimiz ibadət, yaxşı iş, pis iş, nə görmüşüksə hamısı burada. Quran-ı Kərim deyir də bu məsələni, deyir, görəcəklər. Alimət nəfsum mə qaddəməd və əxxarat. Deyir, hər bir kəs öncədən göndərdiyi və ya təxirə saldığı şeyi biləcəkdir. İkinci, ölümü xatırlamaq ən gözəl moizə. Üçüncü, təcrübədir. İnsan üçün moizə olan amillərdən biri də təcrübədir. Başqalarının təcrübəsi insan üçün moizədir. Başqası təcrübə eləyib, görmüsən də axırı hara gelib çıxıb. Bu da moizədir deyir. Qalə Ali aleyhissalam, kəfə bittəcərub müəddibə. Deyir, insanın ədəbləndirilməsi və tənbihi üçün təcrübə kifayətdir, kifayət eləyir. Üçüncü, budur. Dördüncü, ətraf, aləm, ruzigar. İnsanlar əyyama, bu günlərə baxsa, ruzigara baxsa, dəhrə, dünyaya baxsa, nəzər salanda bunların da hamısı insan üçün moizədir. Qalə Musa ibn Cəfər, xuz məvizətəkə minəd-dəhri və əhlihi. Deyir, bu barədə İmam Musa Kazım əleyhissalam belə deyir. Deyir ki, ruzigar və dəhirdən öz moizəni al, öz öyüd nəsihəti al. İnsan qədim binaların qabağından keçəndə baxsın. Sarayların, yerlərin qarşısına keçərsən, biraz dayanıb düşünsə, bu onun üçün moizə və nəsihətdir ki, vaxtı ilə burada kimlər var idi, indi necədir? Bunu Həzrət İmam Əli əleyhissalam, oğlu İmam Həsən bu barədə bir dənə vəsiyyət deyir. Onu deyim, keçək Kərbəlada aldığımız dərsə. Deyir ki, İmam Həsən əleyhissalam, oğlum, öz qəlbini moizə ilə diri saxla. Vəssalam. İstəyirsən ki, qəlbin ölməsin, diri qalsın, moizə ilə diri saxla. Kərbəla hadisəsinin bizə öyrətdiyi dərslərdən biri budur ki, hər hansı bir insanın boğazından haram tikə keçərsə, o şəxsə moizənin təsiri olmayacaq. Bir insan ki, haramla böyüyüb, bir insan ki, boğazından haram tikə keçdi, moizə ona təsir eləməyəcək. Həzrət Əba Əbdillah İmam Hüseyn əleyhissalam Aşurada birinci xütbəni oxudu. Birinci xütbəni oxumaq istəyəndə Şimr tərəfindən cəmaata tapşırıq gəldi ki, səs-küy salsınlar. Səs-küy salıb insanları istəmirdilər. Çünki bilirdilər ki, İmam Hüseyn əleyhissalamın o təsirli sözləri oxdan betərdi. İnsanların qəlbini çevirir. Səs-küy saldılar ki, qoymasınlar. Birinci xütbəni o cür aləmi qatdılar bir-birinə. İmam Hüseyn əleyhissalam biraz keçdi, başladı ikinci xütbəyə. Başlayır ikinci xütbəyə. Deyir ki, vay olsun sizə. Sizə nə olub belə sözlərimi eşitmək istəmirsiniz? Mən sizi həqiqət, nuraniyyət, rəşadət yoluna dəvət edirəm. Hər kim mənim sözümü eşidib itaət eləyərsə, hidayət olar. Və hər kim qulaq asmaq istəmirsə və itaət etmirsə, özünü fəlakətə atmış olur. Sizin heç biriniz mənə itaət eləməyəcəksiniz və mənim sözümü eşitməyəcəksiniz. Çünki sizə haram mallarda olan hədiyyələr veriblər. Qarınlarınızı haram yeməklə doldurublar. Eşitməyəcəksiniz mənim. Allah sizin qəlblərinizi möhürləyib. İmam danışır, xütbədir, ikinci xütbə.
Buna görə də heç vaxt siz mənim sözümü, nəsihətimi, öydümü, mövzəmi eşitməyəcəksiniz. Ona görə haram yiyən insan heç vaxt mövzə ona təsir eləmir. Bir insan mövzənin onda təsir bağlamasını istəyirsə, mütləq şəkildə qarnını haramlardan qorumalıdır, nəfsini haramlardan qorumalıdır. İmam Peyğəmbərin dilindəndir bu hadis. Deyir ki, Həzrət Peyğəmbər buyurur ki, hər kim bir tikə haram yesə, 40 gün onun namazı qəbul olunmaz. 40 gün Allah həmin şəxsin dualarını qəbul etməz. Hər bir tikə haram yeməklə bədənini ki kökəldir, əti artdıqca o bədən cəhənnəmdə yanmağa məhkumdur. Bir tikə də olsa belə haram yemək insanın bədəninin ətinə təsir göstərir. Peyğəmbərin hədisidir bu. Ona görə də insan yeməyində diqqətli olmalıdır. Əbul Əsvəd Duali, eşitmişsiniz, Həzrət Əleyhisselamın səhabələrindən idi. Bir gün evdə olmur, Muaviyyə öz əskərləri ilə bir dənə bal göndərir, müəyyən qədər. Özü olmur evdə, qızı olur, 7 yaşında bir qızı olur. Çıxır bunların qabağına, alır, bunlar çıxıb gedirlər. Atası gəlir, deyir ki, atacan Muaviyyənin əskərləri gəlmişdi, müəyyən qədər bal gətirdilər. Dedi, qızım olmuyor, o baldan yiyərsən ha birdən. Deyir, hə ata, bir barmaq atmışdım. Deyir ki, o hilədir. O bal deyil, o cəhənnəm odudur. O ondan ötürüdür ki, əlinin məhəbbəti qəlblərdən çıxsın. Çünki haramdan ələ gələn bir şeydir. Qız tez qaçır, üzr istəyirəm. Barmağını atır ağzına, qaytarır o balı. Sonra durur, Muaviyyə bir dənə məktub yazır. Deyir, ey Hindin oğlu, sən mənə bal göndərməklə əlinin məhəbbətini qəlbimdən çıxarmaq istəyirsən, Allaha pənah. Əleyhissalam möminlərin əmiridir və heç vaxt onun məhəbbətini mənim qəlbimdən çıxara bilməyəcəksən. Belə bir məktub yazır. Belə məktub yazır. İmam Hüseyin salam Kərbəlada Aşura günü bütün insanlara başa saldı ki, əgər insan haram yiyərsə, mövzu ona təsir eləməyəcək. Əgər insan haram yiyərsə, mövzu ona təsir göstərməz. Və dinin, əlinin, əhl-i beytin, İmam Hüseyin Aleyhisselamın, Peyğəmbərin sözü ona təsir eləməz, kar eləməz. Odur ki, insan halal ruzu qazanmalıdır. Kərbəlanın bir dənə öyrətdiyi dərs bundan ibarətdir. Sözümü tamam eləyirəm, ya Əba Əbdillah. Xahiş edirəm sizdən, bu məclisdə olar ki, bizi bütün bu eyblərdən təmizləyəsən. İzə əradəllah bi abdin xeyra. Allah deyir, bir bəndiyə xeyr vermək istəsə, onu öz eyblərindən agah eləyər. Başqa hədis də var. Buyurur ki, İzə əradəllahu bi abdin xeyra, qazəfə fi qalbi hubbul Hüseyn və hubbu ziyarəti. Deyir, Allah bir bəndəsinə, bir bəndiyə xeyr vermək istəsə, ürəyində Hüseynin məhəbbətini yerləşdirər və onun ziyarətinin məhəbbətini yerləşdirər. İlahi, bilmirəm nə eləmişik. Bilmirəm nə eləmişik. Amma deyəsən, bizə xeyr vermək istəyirsən. Bu məhəbbət bizim ürəyimizdədir. Bu ümid yerimizdir bizim bu məhəbbət. Bunu bizdən alma, xahiş eləyirəm. Onu bizdən alma. Ya Əbə Əbdillah, bugün mən sənin məclisində neyniyim ki, gizli eyblərim qəlbimdən çıxsın, silinsin, təmizlənsin. İstəyirsən gəlim əzadarlarının ayaqqablarını cütləyim. İstəyirsən onların tozunu silim. Sənə göz yaşı töküm, yanım. Neyniyim ki, bu məhəbbət əlimdən çıxmasın. O göz yaşı bilirsiniz neyniyir? Bu əzadarlıq məclislərində olan o fəzilət bundan ibarətdir. İnsanın gözündən bir damcı yaş, o göz yaşı, hədislərdə var ki, o göz yaşı tövbənin, istiğfarın daxil olmadığı güşələrə gedib çıxır. Göz yaşı ora gedib çıxır. Qəlbin o gizli yerlərində olan o eybləri təmizləyir, yuyur. Göz yaşı budur. Bu göz yaşının belə xüsusiyyəti var. O gizli eyblər var insanın lap dərin qatlarında. Bu Hüseyn vay deyəndə, ağlayanda oradan təmizlənmə başlayır. Orada təmizlənmə başlayır. Ona görə qəribə gözəl hal yaranır insanda.
İmam Hüseyn əzasında insan qəmlənir. Amma əzadarların üzünə baxsın, onların üzündə xoş bir təbəssüm olur. Çünki o çıxan göz yaşı qəlblərin dərinliyində, tövbənin, istiğfarın gedib çata bilmədiyi o hissi pası təmizləyir insanların qəlbindən. Dua eləyək bu məhərrəmdə ki, bu məhərrəm çıxandan sonra gizlətdiyimiz ancaq yaxşılıqlarımız olsun. Bir yaxşılıq eləyək, onları gizlədək. Eyblərimizi yox, günahlarımızı yox. Dua eləyək ki, gizlətdiyimiz ancaq eşqimiz olsun. Dua eləyək ki, gizlətdiyimiz ancaq Allah yolunda çəkdiyimiz əziyyətlər olsun. Bundan sonra dua eləyək ki, heç bir pisliyi içimizdə gizlətməyək. Bu məhərrəm bizə, bu məhərrəmin tövhəsi bu olsun. İnşallah ki, bu cür olsa İmam Zaman Aleyhisselam da zuhur eləyər. Xanım Rüqəyyə 3 yaşında xanım idi. Amma aləmlərə ustaddır. Aləmlərin ustadıdır. O qədər gizlətdi qəlbində Hüseyn qəmini, axırda dözə bilmədi, ürəyi partladı. Xanım Zeynəb Kərbəlada. O qədər Hüseyn qəmini gizlətdi. Dedilər ki, xanım Kərbəlada nə gördü ki, mə rəaytu illə cəmila. Kərbəlada gözəllikdən başqa bir şey görmədim. O dərdlər içində gecə ibadət eləyirdi, istiğfar eləyirdi. Bizə bir qədər qəm üzü verən kimi hər şeyi boş deyirik. Amma xanım Zeynəb Kərbəlada qardaş itirib, özdə bir dənə də yox, 7 qardaş itirib. Yenə də gecə namazını belə saxlamırdı. İstiğfar eləyirdi, dua eləyirdi. Çünki ustadları İmam Hüseyn Aleyhisselam idi. Ustadları bu şəxslər idi. Seyyid Əzim Şirvani yazıb. İmam Hüseynin dilindəndir. Bax biz buyuq. Seyyid Əzimiyik, Füzuliyik, Nəsimiyik. Bizim tariximizdir bunlar. Ayrılmaz bir hissəmizdir. Azərbaycan xalqının. Budur. İmam Hüseyin kimi deyirsən, dinən gəlib bu mövzuya toxurub İmam Hüseyin Aleyhisselam mövzusuna. İmam Hüseynin dilindəndir bu. Deyir ki, şadəm ki ilahi tökülə qanı Hüseynin. Seyyid Əzimindir. Şadəm ki ilahi tökülə qanı Hüseynin, ta razı ola eşqidə cananı Hüseynin. Şadəm ki Əli Əkbər olub qanına qəltan, məcruh eləyib hülqi Əli əsxəri peykan, Qasim gününü yas elədi ləşkəri üdvan, şadəm ki pozuldu sər səhmanı Hüseynin. İnacata bax ilahi. Gerçi tutulub iki gözüm qan ilə şadəm, cismim ki dolub navə ki peykan ilə şadəm, qalsam neçə gün peykər üryan ilə şadəm, qurban sənə olsun təni üryanı Hüseynin. Əhd etmiş idim rahi məhəbbətdə verəm sər, ilahi məhəbbət yolunda əhd eləmişəm ki başımı verim. Əhd etmiş idim rahi məhəbbətdə verim sər, ətşan başımı zib heliyə şimri sitəmkər, bu teşnə Hüseynin başı bu şimr, bu xəncər, indi nədir ya Rəb dəxi fərmanı Hüseynin. İlahi dedin, bu mənim başım, bu şimir, bu da onun xəncəri, indi nədir fərmanı Hüseynin. Fazil gətirib rəsmi əzani bu diyarə, çünki bu müsibətdə dəyib qəlbinə yarə, məhşərdə xudaya, kərəm et seyyid zarə, sidq ilə olub çünki əza xanı Hüseynin. Buyuq biz, Seyyid Əzimiyik, Nəsimiyik, Füzuliyik. Budur. Bilirsiniz bu gecə kimə təvəssül edəcəyik? Düzdür, onun xüsusi gecəsi var, amma istədim ilk günlərdə də ora gələk. Bir böyük adamın qapısına gedəndə ona yol tapmaq istəyərsən. Bugün istədim Hacətlər qapısına təvəssül eləyək. Həzrət Əbəlfəz ağaya. Bir Əbəlfəz gecəsi var, amma bugün də istədim Babəl-Həvaicə təvəssül eləyək. Əllamə Qazi deyir. Deyir ki, mənim Əllamə Qazi olmağımda Əbəlfəzin bilavasitə rolu var. Gəldim, bezdim, eyiblərimdən bezdim artıq. Gəldim İmam Hüseynin hərəminə, getdim Əbəlfəz ağanın hərəminə. Dedim ki, mən adam olmaq istəyirəm. Nə qədər çalışdım, gördüm bir dənə xeyri yoxdur. Artıq üzümü tutdum, gəlirdim evə deyir.
Məyus olmuşdum. Deyir, qulağıma bir səs gəldi. Qazi, hara gedirsən? Kim adam olubsa bu qapıda olur. Heç yerə getmə. Bir gəldim, yapışdım Əbəlfəzin hərəmindən, dedim, dayı əl çəkən deyiləm. Ta ki, adama düzələnə qədər, evlərim aradan gedənə qədər, təmizləyənə qədər. Gəlin, bu gecə Hüseynin nökəri bizim üçün Allahdan istəsin. Ona deyirlər, nafizəl bəsirə, o iti bəsirət sahibidir. İmam Sadiq əleyhissalam deyib. Əbdüs salihdir, Allahın salih bəndəsidir. O dünyaya gələndə Həzrət əleyhissalam yazırlar ki, qaça-qaça gəldi. İki yerdə Həzrət əleyhissalam qaçıb. Bir xanım Fatimə Zəhranın şəhadət xəbərini ona gətirəndə yazırlar ki, məsciddə idi ağa. Üst tutdu, evə qaçdı. Bir yerdə yazırlar ki, əbası bir neçə dəfə ilişdi, ayağına yıxıldı yerə, durdu, təzdən gəldi. Xanım Zəhranı şəhid eləyiblər. Bir o yer idi ki, Əbəlfəz ağa dünyaya gəlmişdi. Deyir, gəldi, uşağı aldı Ümmülbənindən, xanım Ümmülbənindən, öpdü qollarını, qoxladı, başladı ağlamağa. Dedi ki, ağa, bəlkə övladımızın, oğlumuzun bir əyər əksiyi var qollarında, niyə görə ağlayırsınız? Deyir, ona görə ağlamıram. Vaxt olacaq, bu Kərbəlada Hüseynimin yanında olacaq. Bu qollar Hüseynimin imdadına çatacaq. Ona görə ağlayıram. Ona görə ağlayıram. Bir arif insanla, irfan əhli ilə bir yerdə yaşasız, görərsiniz ki, necə mehribandır və çox sevərsiniz onu. Əbəlfəzlə bir yerdə yaşayan Hüseynin balaları ona çox bağlanmışdılar. Çox sevirdilər. Bu sevgi öldürürdü Həzrət Əbəlfəz ağanı. Deyirdi ki, ilahi, mən uşaqlarla necə sağollaşım? Hamısı sağollaşıb gedirdi. Yeganə Həzrət Əbəlfəz ağaydı ki, vidalaşmadı. Dedi ki, gedim su gətirim, gəlirəm. Getdi, vidalaşmadı deyənə uşaqlar onu gözləyirdilər hamısı. Hamısı deyirdilər ki, əmimiz Əbbas nə vaxt gələcək, nə vaxt su gətirəcək bizim üçün. Bu adından çıxmışdı çünki xeymədən. Heç görüşmək fürsəti olmadı ki, ona görə də hamı onu gözləyirdi. Hamısı deyirdi ki, indi əmmimiz su gətirəcək, gözləyirdilər. Ümid yeri idi o. Birdən İmam Hüseyin əleyhissalam gördü ki, qardaş səsi gəldi. Heç bu vaxtacan Hüseynə qardaş deməmişdi. Həmişə deyərdi Mövla, ey mənim Mövlam, ey mənim sərvərim, ey mənim rəhbərim. Yazırlar ki, qardaş deməsinə bir səbəbi idi. Elə ki, Həzrət Əbəlfəz ağanın qollarını kəstilər. Atdan üzü üstə yerə gələndə xanım Fatimə Zəhra gəldi məna aləmində. Qollarını açdı ki, gəl bala, gəl sinəmə. Gördü ki, Zəhra başının üstündədir. Xanım Zəhranı görməmişdi Əbəlfəz ağa. Dedi ki, bir xanım ki, mənə oğul deyir, deməli Hüseyin də mənim qardaşımdır. Ondan sonra dedi ki, imdada yet, ya əxa. İmam Hüseyin əleyhissalam bu sözü eşitməmişdi. Bilirdi Əbəlfəz idi, amma xanım Zeynəbə dedi ki, bu kimin səsidir? Dedi ki, bu Əbəlfəzin səsidir. Dedi, Əbəlfəzin səsidir. Deyir, onda Həzrət əlini atdı belinə. Dedi ki, əl-an inkəsərə zəhri. İndi mənim belim sındı. İndi mənim köməyim yox oldu. Başlayır, gəlir Həzrət Əbəlfəz ağanın başının üstünə. Deyir ki, qardaş, səndən xahiş edirəm, məni xeymələrə aparma. Mən sənin övladlarından xəcalətəm. Mən onlara su sözü vermişdim. Amma indi əli boşam. Hər dəm gəlir fəqanə, dil izarım ağlaram. Soldu xəzan-ı zülm ilə, gül izarım ağlaram. Hər məclisi əzadə, mən izar-ı binəva, ta var dilimdə qüvvət-i göftarım ağlaram. Bəzm-i vüsalidən məni fərağa çaldı çərx, qaldı qiyam-ı məhşərə, didarım ağlaram. Əhli vətən tapılmadı ki, dəfnim eyləsin, qaldı fəratın üstə, ələmdarım ağlaram. Ələ lə'nətullah aləl qavmi zalimin və səyələmullədinə zələmu əyyəmun qələbin yənqələbun. Salavat zikr eləyək. Sallallahu aleyhi və səlləm və ali Muhammed.